bəy, babanız haqqında çoxlu əsatirlər var. Xüsusən Stalinlə münasibəti ilə bağlı. Bu əsatirlərə hər hansı şərh və ya açıqlamanız varmı? 1908-ci ildə bunlar bircə də Çar hökumətinə qarşı bizə çıxış eləyirlər də, yəni azadlıq hərəkatına qoşulmuşdu, bir inqilabçı kimi də onlar. Sonradan bunların yolları Stalindən ayrıldı. Yəni Məhəmməd Əmin beynəlmilləl yox, sırf milli azadlıq istiqamətində hərəkət eləyirdi. Həm ideoloji baxımdan da onların deməli nəzəri söhbətləri adı var. Hətta Stalin qorxu da gəlirdi ki, bəs sən bizdən ayrılma, yəni deyir, mən qorxu beləmirəm, nə edin, amma bizim öz yolumuz var da, yəni milli istiqlal yolumuz var və biz sizə qarışmırıq. Yəni, belə naməlum bir hərəkətin nəticəsi nə olacaq bilinmir. Bir yerdə onlar fəaliyyətdə olanda uzun müddət Məhəmməd Əmin onu bir-iki dəfə xilas eləmişdi ölümdən, fəhlələrin əlindən almışdı. Yəni o balaxanıda onu. Polislərin əlindən gizlədirdi Novxanıda. Yəni Stalin bizim evə də gəlib gedirdi. Hətta qonaqlığın birində, yəni qonaqlıq Məhəmməd Əmin ona qonaqlıq verəndə nənəm o qədər çaşmışdı ki, əlindəki plovu aşırmışdı. Təzədən bir də plovu dəmləməli olub, plovu dəmə qoymalı olub. Belə bir hadisələr olurdu. Yəni öz kişiliyin borcunu Stalin sonradan qaytardı. Yəni Məhəmməd Əmin tutulanda o da gəlib onu xilas elədi.